Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Ve ala ehli beytihi teyyibine tahirin. Ve la'netullahi ala a'daihim vel gasibine li hukukihim vel munkirine li fezailihim minel an ila yevmiddin. قال الله تبارك وتعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وتفقد الطير فقال ما لي لا أرى الهدهد أم كان من الغائبين صدق الله العلي العظيم. Cəm olmuşuq Mövla Əmirül Mömininin Mövlud gününə. Bu gözəl gündə, bu mübarək gündə ağamız, sərvərimiz, ağa İmam Zaman əleyhissalatu vesselamın salamatlığına və zuhurunun təcilinə bir səlavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Və bu mövlud münasibəti ilə başda ağa İmam Zaman əleyhissalatu vesselama və siz əzizlərə və dünyada hər kim Əli ibn Əbi Talib əleyhissalatu vesselamın məhəbbəti ilə yaşayır, hamısına təbrik deyirəm. Və Allahdan istəyirəm, Allah sizləri və sizin simanızda olan Əli ibn Əbi Talib əleyhissalatu vesselama məhəbbət eləyənləri dünyada necə ağanın məhəbbətindəsiz, axirətdə də onun yanında Allah sizləri qərar versin. Məclisin böyüyü və kiçiyi olmaz. Məclis əsas budur ki, Allaha görə olsun. Mənim ustadım belə bir ifadə işlədərdi. Deyərdi ki, o zaman biz qumda olduğumuz zaman bizim müctehidlərimizin ki, çoxları oradadır. Bir ağanın adını qeyd eləyərdi. Deyərdi, ona deyərdilər ki, filan yerdə məclis var. Mövlud məclisi var, təziyə məclisi var. Deyərdi ki, mən oraya getmirəm. Ağa, niyə getmirsən? Deyirdi ki, ora Allaha görə deyil. Amma elə bir məclis olardı. Deyərdi, ora gedək. Müctehid olub, ha, o ağa. Deyirdi, o qürbətən ilallahdır. İmam Zamanın orada nəzəri var. Ora gedək. İndi məclisin qeyd eləyirəm. Böyüyü, kiçiyi, məscid, qeyri-məscid o çox önəm daşımır. Önəm daşıyan budur ki, xalis olsun, Allaha görə olsun. Allaha görə olsa, o məclisin savabı, o məclisin qiyməti böyükdür, əzəmətlidir və məqbuldur. Amma bir məclisdə ola 20 min adam, təmtəraqla, əgər orada qürbətən olmasa, Allaha görə olmasa, o məclisin heç bir faydası yoxdur. Təəssüflər olsun ki, biraz bizim ölkədə biraz bu mövlud məclislərini bəzən elə bəzi yerlərdə qeyd eləyirlər, hərama düşürlər. Və hərama düşdükdə nəzərdə tuturlar ki, elə biz bu təmtəraqla bu işi gördük, mövlud qeyd elədik və lakin o bizim məzhəbimizə, bizim əhkamımıza, bizim getdiyimiz xəttə, Əhl-i Beyt xəttinə uyğun gəlmir. Bəzən ziddiyyət təşkil eləyir. Xüsusən musiqi alətləri ilə bəzən qeyd eləyirlər. Çox təəssüflər olsun. İnsanlarımız da elə bilirlər ki, elə bu Allaha görədir. Allah rəhmət eləsin bizim görkəmli alimlərimizdən biri olan mərhum Şeyx Murtəza Ənsari, onun bir Məkasib əsəri var. Hal-hazırda dərsimiz də ondan gedir, Ğina bölümündən gedir. Orada qeyd eləyir, ğina nədir, musiqi alətləri nədir və hansı əsasla və hansı dəlillərlə bunlar həramdır. Hətta qeyd eləyir, əgər bir nəfər dua oxuya, amma ğina eləyə, bir nəfər Qur'an oxuya, ğina eləyə, bir nəfər Qur'an oxuya, ğina eləyə, deyir, haramdır
və icazəli deyil. Baxmayaraq bu mərsiyə oxuyur, Quran oxuyur, dua oxuyur. Əgər qina olsa orada bu haramdır. Hətta buyurur ki, bunları bu şəkildə oxuyan insanlar qiyamət günündə 2 dənə əzaba düçar olacaqlar. Məsələn, misal vuraq, bir nəfər zurna çalır musiqi aləti ilə və yaxud qina eləyir digər bir şeirlə, dünyəvi bir şeirlə. Qiyamət günündə o adam bir əzaba düçar olacaq. Amma bir nəfər Qur'anı oxuya qina ilə, ya bir dua oxuya qina ilə, yaxud mərsiyə oxuya qina eləyə, o 2 dənə əzaba düçar olacaq. Niyə? Buyurur, o dua oxuyan kimə dua oxuyur? Allaha. O qina eləməklə həm Allahı məsxərə eləyir, həm haram iş görür. Quran oxuyan qina elədi, bu həm Qurana hörmətsizlikdir, həm özü haram iş görür. Yaxud bir nəfər mərsiyə oxuyur Əhl-i Beyt haqqında, bu həm Əhl-i Beyti təhqir eləyir, həm haram iş görür. Bunun əzabı 2 qatdır. Amma o birilərin əzabı 1 qatdır. O zurna çalır bir dənə, ya bir dünyavi şeir oxuyur, hansısa Əhl-i Beytə dinə bağlılığı yoxdur. Bunlara bir əzabdır. Təəssüflər olsun ki, bugün bizim cəmiyyətimizdə deyir Əli ibn Əbi Talib əleyhissalamın mövlududur, orada qina da eləyir, musiqi də çalır. Və nəzərdə tuturlar ki, biz Əli ibn Əbi Talibə xidmət elədik və lakin bunlar 2 dənə əzab qazanırlar. Bu icazəli deyil, əzizlərim. Və bizim müctəhidlərimiz hamısı bu fətvanı veriblər. Mən niyə o ağanı tək qeyd elədim ki, o ağa öz kitabında dərslik olaraq Nəcəfdə dərsi xaric deyib, mühazirə deyib və tələbələr oturublar və onu qeydə alıblar kitab şəklinə. Və bütün dəlilləri ilə oradan hamısını gətirib ki, bu icazəli deyil. Və çox təəssüf olsun ki, bizim cəmiyyətimiz də, insanlarımız da, möminlərimiz də elə nəzərdə tuturlar ki, filan ağa tortu kəsdi, qina ilə, musiqi ilə, elə bu həlaldır. Amma həlal deyil, bu haramdır və o cür məclisdə iştirak eləmək də haramdır. Bax, budur Mövla Əmirül Mömininin mövludu. Mövlud gərək belə ola. Mövludda söz də deyilər, mədhiyyə də deyilər, şeir də oxunar. Amma Allah dediyi kimi, Əhl-i Beytin icazə verdiyi kimi ola. Mövla Əmirül Möminin bildiyiniz kimi bir şəxsdir ki, onun haqqında danışmaq mənim kimi günahkar bəndəyə çətindir. Və lakin mən daha Hacıağa dəvət elədi və belə boynuma qoyuldu ki, mən bir neçə kəlmə danışım. Əmirül Möminin Əli ibn Əbi Talibin fəziləti o qədərdir ki, onları ifadə eləmək, onları cəmiyyətə çatdırmaq çox çətindir. Amma mən ağanın elmi haqqında, onun alimliyi haqqında, Allah tərəfindən ona verilən elmi haqqında bir neçə dənə ayə oxuyacağam və sözümü tamamlayacağam. Bildiyiniz kimi, Əli ibn Əbi Talib əleyhissalatu vəssalamın elmi o dərəcədədir ki, hətta bugün İslamda neçə məzhəb ki mövcuddur, mən tarixə baxdım, o məzhəbin baniləri ki var, əqaid alimləri var, hamının elmi gedir Əmirül Mömininə çatır. Yəni Əmirül Mömininin elmidir ki, onlar da əxs eləyiblər və öz məzhəblərində deyiblər və qeydə alınıbdır. Bəs nəticə etibarı ilə Əmirül Mömininin elmi o qədərdir ki, o daha biz onu vəsf eləyə bilmərik. Biz bir dənə kəlməmiz qasir, bir dənə kəlməmiz var ki, Əli əleyhissalamın elmi budur. Amma mən istəyirəm elə mövluddur, həm bir qıssə kimi olsun, Qur'an-ı Kərimin ayələridir ki, Həzrəti Süleyman əla nəbiyyina və alihi və aleyhissalam bilirsiniz ki, böyük peyğəmbərlərdəndir. Həm peyğəmbər idi, həm də öz zamanın şahı idi. Əzəmətli bir peyğəmbərdir ki, Qur'an-ı Kərimin Nəml surəsinin 20-ci ayəsindən ta ondan sonra bir neçə ayə ta inki
45-ci ayəsinə qədər bu qıssəni əhatə eləyir. Və lakin mən istəyirəm elə danışım bu qıssəni sizə. Daha ayəni bir-bir oxumaq, onun təfsirini izah eləmək o çox vaxt aparacaq. Günlərlə vaxt aparacaq. Amma istəyirəm xülasə olaraq Nəml surəsinin 20-ci ayəsindən bir neçə dənə ayə oxuyum və o qıssəni nəzərinizə çatdırım. Həzrəti Süleyman dediyimiz kimi ki, o əzəmətdə peyğəmbəridir və heyvanların dilini də bilirdi. Bunu ona görə nəql edirəm ki, məqsədim var. Və məqsədimi Əmirül-Müminin Əli ibn Əbi Talibin elmində, onun elminin o fəzilətində istəyirəm tamamlayım. Bu heyvanların dilini bilirdi bu əzəmətli peyğəmbər. Və özü də ki, tamam dünya onun nəzarətində idi. Bu bir gün ayə belədir. Həzrəti Süleyman gördü, hudhud deyirlər ərəblər, bizdə şanapipi deyirlər də. Gördü ki, bu quş yoxdur. Bu quş yoxdur. Soruşdu, bu quş niyə yoxdur? Bəlkə bu qeybə gedibdir, yəni burada yoxdur, başqa yerə gedibdir. Niyə bu yoxdur? Məsələ budur ki, yəni istəyirəm hərdən o təfsirindən də bildirəm ki, niyə məhz Həzrəti Süleyman bu quşu soruşdu? Bir ehtimal budur ki, Həzrəti Süleyman buna bir vəzifə vermişdi. Ki, bu heyvan olaraq buna bir vəzifə vermişdi və gördü ki, bu öz vəzifəsində deyil, öz işində deyil. Ona görə soruşdu. Bir ehtimal da budur ki, Həzrəti Süleyman elə bir peyğəmbəridir və elə bir şahıdır ki, bir quşun belə olmamağı onun gözündən kənar olmurdu. Yəni, elə diqqətli idi, elə idarə eləyirdi ki, o hökuməti, o insanları. Bir dənə quş onun gözündən belə kənara gedə bilməzdi və qayib ola bilməzdi. Bir ehtimal da budur. Ona görə Həzrəti Süleyman soruşdu, bu quş hardadır? Və Həzrət ayədə buyurur ki, belə buyurdu, la uəzzibənəhu əzaban şədidən. Özü də ki, bu niyə yoxdur, mən buna şiddətli olaraq əzab verəcəyəm. Ya bunun kəsəcəyəm, yaxud bu mənə bir dənə aşikar dəlil gətirməlidir ki, bu niyə yoxdur. Yəni, bu Həzrəti Süleymanın diqqəti idi insanlara, heyvanlara. Ki, 3 dənə şey deyir ayə. Həzrət buyurdu ki, ya mən buna əzab verəcəyəm, ya bunun zib eləyəcəyəm, yəni başını kəsəcəyəm, ya da bu mənə bir dəlil gətirməlidir. Sultanun mubin, yəni aydın şəkildə bir dəlil gətirməlidir ki, bu niyə yoxdur. Və ayə buyurur ki, elə çox keçmədi, həmən şanapipi, o hudhud quşu gəldi. Gəldi, özü də durdu Həzrətin müqabilində. Buyurdu ki, əhəddu bimələm tuhid bih. Ya Rasulallah, mən bir yerdə idim ki, elə bir şeylərdən məlumatım var ki, sənin ona məlumatın yoxdur. Və mən gəlmişəm bir dənə xəbərlə ki, xəbərə də yəqinim var. İndi bunun da buyururlar ki, bir quş olasan, Həzrəti Süleyman o əzəmətdə olan peyğəmbər, həm də ki, şah. Gələsən onun qabağında öz sözünü belə aşikar deyəsən, bu hər adamın, hər heyvanın, hər məxluqun işi deyil. İndi bir nəfər ki, bir müdür ola, bir idarənin müdürü ola, bir nəfər gedib orada rahatca sözünü deyə bilmir. Ta vasitələr axtarır ora-bura. Amma bu quş gəldi, bu formada dedi. Bunu da rivayətdə var, İmam Sadiq əleyhissalam buyurur ki, bu da buna dəlalət edir ki, Həzrəti Süleymanın o şahlığı, o rəhbərliyi, bizdə demokratiya deyirlər də, əsl demokratiya o idi. Ki, rahatca gəlib sözünü deyə bilirdi. Və Həzrəti Süleyman o qədər insanlarla, onun nəzarətində olan məxluqlarla o qədər rəftarı gözəl idi ki, kimsə çəkinib sözünü orada deyə bilməsin yoxdur. Bir balaca quş gəldi, o sözünü dedi. Özü də bu cür dedi ki, mənim bildiyimi hələ siz bilmirsiniz, sizin əhatəniz yoxdur. Mən bir şeylər ki bilirəm, siz bilmirsiniz olar. Ta aşikar şəkildə bunu Həzrəti Süleymana bildirdi. Və ondan sonra başladı öz gördüklərini deməyə.
Dedi, inni vəcəhtu imra'atan. Ya Peyğəmbər, mən gedib bir yerdə, bir Səba adında bir yer ki, indi deyirlər Suriya ərazisi, Livan ərazisi indiki dövrümüzdə o ərazilərdə idi. Orada bir xanım gördüm və gördüm o xanım böyük bir malikdir, böyük bir əhatəsi var, bir dövləti var və bütün şeylər onun nəzarətindədir. Və laha ərşun əzim, onun bir əzəmətli taxtı var. Və bu əzəmətli taxtın olmağı da İmam Sadiq əleyhissalam buyurur ki, niyə bunu məhz dedi? Məyəm Həzrəti Süleyman taxt görməmişdimi? Həzrəti Süleymanın ixtiyarında nələr yox idimu? Deyir, bunu da ona görə deyirdi ki, bu taxtı nə cür imiş ki, nə qiymətdə imiş, nə formada imiş, nə gözəllikdə imiş ki, bu Həzrəti Süleymanda yoxmuş ki, bu bunu belə tərif eləyirdi. Xüsusi olaraq vəlaha ərşun əzimun, onun bir əzəmətli bir taxtı var. Və təəccüblə bu quş Həzrəti Süleymanın qabağında danışır, buyurdu vəcədtuha və qovməha yəssudunə lil-şəms. Amma heyrətlə bu quş. Dedi, ya Rəsulallah, amma mən o xanımı gördüm və onun dəstəsi, onun insanlarını gördüm. Bunlar günəşə səcdə eləyirdilər. Bunlar bütpərəstdilər. Çox təəssüf ki, min dunillah, Allaha səcdə eləmirlər. Baxın, və zəyyənə ləhumuş şeytan əmaləhum. Şeytan onların əməllərini, onların gözlərinin qabağına zinətləndirib, gözəlləşdirib, bunlar günəşə səcdə eləyirlər. Allaha qoyublar kənara. Bir quş bu sözləri deyir. Fəsaddəhum anis-səbil və hum la yəhtədun. Və haqq yoldan da, haqq yolun qabağını alıblar və hidayət də olmazlar bunlar. Bu quş təəccüblə, heyrətlə Həzrəti Süleymana bunları bildirir. Düzdür, burada indi bəzi alimlər buyururlar ki, Həzrəti Süleyman bu əzəmətdə olan Peyğəmbər xəbəri yoxudurmu? Belə bir insanlar var, belə bir ölkə var, belə bir dövlət var, belə bir rəhbəri var. Amma buyururlar ki, indi onun neçə dənə yolu var da. Bir ehtimal budur ki, məsələn, o zaman, indiki zaman kimi deyildi. Ya Həzrəti Süleyman bilmək istəsəydi, bilərdi. Məsələn, ehtimallar var, onlarla işimiz yoxdur. Bu quş bunların hamısını bir-bir deyir və sonra da buyurur ki, bu quş deyir, ya Rəsulallah, bunlar necə Allaha səcdə eləmirlər? Bir halda ki, Allah göydən yağış endirir. Allah yerdə olanları və göydə olanlarla kim neynir, hamısının məlumatı var. Kim nə iş görür, məlumatı var. Bunlar belə bir Allahı qoyublar kənara, günəşə səcdə eləyirlər. Bunların hamısını dedi, Həzrəti Süleyman gördü, bəli, bu yeni xəbərlərdir. Hudhud, bu quş bu xəbərləri gətirib və özü də Sultanun Mubin dəlilini də gətirir, mən niyə getmişdim? Mən getmişdim bu xəbərləri gətirməyə, bunları sizə məlumat verməyə. Həzrəti Süleyman buyurdu ki, sən bu sözləri dedin, amma mən bunu təhqiqat eləyəcəm. Mən elə sənin sözlərinə tək elə dediklərimə kifayətlənməyəcəm. Əs-sədaqtə əm kunta minəl kazibin. Mən bunu təhqiqat eləyəcəm, görüm sən düz deyirsən bunları, yoxsa yalan danışırsan. Həzrəti Süleyman buna dedi. Bunun da mənası var ki, niyə belə dedi? Xülasə, Həzrəti Süleyman bir dənə yazı yazdı. Bir dənə yazı yazdı, məktub yazdı. Bismillahirrahmanirrahim. 3 kəlmədən ibarət bir yazı yazdı. Bir Bismillahirrahmanirrahim yazdı. Bir də yazdı ki, həmən o qadına, o dövlətin başına, o Səba yerinin həmən quş xəbər verdiyi o xanıma ki, səni dəvət eləyirəm. Sən Allaha sitayiş elə, öz qovmunu Allaha tərəf gətir. 3 kəlmə belə yazdı, verdi həmən bu quşa. Dedi ki, sən bunu apar, onların o cəm olduqları yer ki var, ora at ginən onu. Kənarda qoyma, elə bir yerə at ki, onu görsünlər. Və özün də kənarda dur. Fənzur maza yarciun. Özün dur kənarda, görüm onlar o məktubu oxuyandan sonra nə qərara gəlirlər. Bu quş da bu məktubu götürdü. Deyir ki, elə bu xanım, bu Səba yerinin o şahı, onlar ki oturmuşdular, cəm olmuş, bu quş gəldi bu məktubu düz bunların qabağına atdı. Qabağına atandan sonra bu xanım elə götürdü bu məktubu, oxudu. Elə Bismillahirrahmanirrahim
Elə bunu oxudu, bildi ki, Həzrəti Süleyman, o qadın tanıyırdı Həzrəti Süleymanı. Bildi ki, ondandır. Öz ətrafındakı olanlara belə bir söz dedi. Qalət ya eyyuhəl mələu inni ulqiyə iləyyə kitabun kərim. Mələ o zaman Quran-ı Kərimin ayəsində o ətrafdakiləri, o böyüklərə deyirlər. Bu da öz ətrafında olan o böyüklərə dedi ki, mənə bir dənə kəramətli məktub gəlib. Bu məktubda ki, Bismillahirrahmanirrahim yazılıb, 2 kəlmə, 3 kəlmə yazılıb. Ennehu min Süleyman. Dedi ki, bu Süleyman peyğəmbərdən. Hələ peyğəmbər olmağı yox, dedi, bu Süleymandandır. Ennehu Bismillahirrahmanirrahim. İndi bu xanım bunu oxuyur öz ətrafdakılarına. Və dedi ki, Süleyman istəyir ki, mən müsəlman olum, məni dəvət eləyir İslama. Bunları dedi ki, və deyəndən sonra dedi ki, mən sizsiz iş görməmişəm. Hər nə iş görmüşəm, bu qadın deyir, sizin məşvərət və məsləhətinizlə eləmişəm. İndi siz mənə məsləhət verin, biz nə eləyək, biz nə iş görək, bu bizi dəvət eləyib. İndi biz bu məktubun cavabını nə verək və nə eləyək? Bunun yanındakılar da dedilər ki, sən nə əmr eləsən bizə, bizim rəhbərimiz sənsən. Biz əməl eləyərik. Amma onu da bilginən ki, qalu nəhnu ulu quvvətin. Bizim ordumuz var, bizim adamlarımız var, biz qüvvət sahibiyik. Yəni, darıxma. Və ulu bə'sin şədidin vəl əmru iləyki fənzuri maza tə'murin. Əmr sənin əmrindir. Sən bizə nə əmr eləsən, biz hazırıq. Əgər vuruş müharibədirsə, müharibə eləyərik. Nə cür desən, o formada da biz eləyərik. Amma bu xanım deyirlər, ağıllı idi. O bir söz dedi, ayədir. Bu dedi ki, yox, bunu bilin ki, hər hansı məlik, hər hansı padişah ki, müharibə eləyir, daxil olur bu ölkəyə, o ölkəni viran eləyir. O ölkənin nəyi var, hamısını dağıdır və dağırandan sonra təbii ki, onların, o ölkənin əzizlərini, hörmətlilərini zəlil eləyir. Yəni, belədir, qayda budur. Əfsaduha və cəalu aiddətən əhliha əzillətən. Onların əzizlərini zəlil eləyir. Və kəzalikə yəfəlun, belə iş görürlər. Yəni, biz müharibəyə getsək, bu yaxşı hal deyil. Biz gedərik, onlar da gələcək, onlar da hücum eləyəcək. Bu müharibə bəyənilmir. Dedilər, bəs nə eləyək? Bu xanım dedi, gəl bir hədiyyə göndərək ona. Görək, bu peyğəmbərdir ya şahdır? Bu hansıdır? İndi hədiyyə göndərək, ayədə hədiyyə yoxdur ki, nə hədiyyə göndərir bu. Amma bir rivayət var idi ki, Həzrətdən İmam Sadiq ağadan, o rivayətdə buyurur ki, bu qadın 500 dənə qul, 500 dənə də kəniz. Bunları geyindirdi qəşəng, gözəl şəkildə. Amma neynədi? Bu qullara, bu kişilərə qadın geyimi geyindirdi. Bu kənizlərə kişi geyimi geyindirdi. Hamısı bərbəzəklə, imkanları çox odur. Bunları göndərdi və dedi ki, əgər bu peyğəmbər olsa, bu seçim eləyəcək. Biləcək ki, bunlardan qadın hansıdır, kişi hansıdır. Təşxis verəcək. Yox, əgər peyğəmbər olmasa, təbii ki, bilməyəcək. Qadına kişi deyəcək, kişiyə də qadın deyəcək. Bu bir rivayətdir ki, bu var. Ayədə o yoxdur. Ayədə deyir ki, elə inni mursilatun iləyhim hədiyyətin. Biz bir dənə hədiyyə göndərək ona. Və bir rivayət də budur ki, bu xanım dedi ki, əgər bu hədiyyəni bu qəbul eləsə, bilin ki, bu peyğəmbər deyil. Əgər qəbul eləməsə, bilin ki, bu peyğəmbərdir. Dedilər, niyə? Dedi, adətən şahların hədiyyədən xoşu gələr. Ki, bir insan ki, şahdır, rəhbərdir, ona hədiyyə gərsələr, o xoşal olar, o sevinər. Amma peyğəmbərlər bu cür deyil. Peyğəmbərlər dünyagir deyil, dünya malını istəməzlər. Əgər bu hədiyyəni bu qəbul elədi, bilərik ki, bu şahdır, bu peyğəmbər deyil. Əgər inkar elədi, bilərik ki, bu peyğəmbərdir. Hədiyyə gəlib çatdı Həzrəti Süleymana. Həzrəti Süleyman buyurdu ki, bu hədiyyəni mən neyniyərəm? Və əvvəldən
inkar elədi. Dedi ki, siz hədiyyə ilə sevinəcəksiniz. Ayədədir. Antum bi hədiyyətikum təfrahun. Siz hədiyyə ilə sevinc gələr sizə. Sizə hədiyyə versələr sevinəcəksiniz. Mən bunları nə edirəm? Allahın mənə verdiyi fəma ataniyəllah xeyrun mimma atakum. Allahın mənə verdikləri sizin verdiklərinizdən çox-çox xeyirlidir. Yəni Allah mənə peyğəmbərlik verib, nübüvvət verib. Mənə elm verib, sizin gətirdiyiniz hədiyyəni mən neyəm inkar elədi və qaytar. İrci iləyhim, dedi qaydın, bunu da aparın, mən bunu istəmirəm, amma biləsiz ki, lə nuxricənnəhum minnə azillətən və hum sağirun. Mən gəlib daxil olsam o ölkəyə, siz demədi, ha sizi öldürəcəyim, dedi sizi çıxardacağam. Sizi oradan çıxardacağam. Yəni qüdrət var məndə. Və buyurdu ki, elə bir qüdrət var ki məndə, siz onu heç görməmisiniz o qüdrəti. Bu sözlərlə bunun nümayəndələrini uzaqlaşdırdı. Uzaqlaşdırandan sonra bunlar gəldilər öz rəhbərlərinə ki, dedilər bizi qəbul eləmədi filan. Təzədən bu xanım dedi ki, öz ətrafına, bəs bizim bir dənə yolumuz var, biz gərək özümüz gedək ora, onun xidmətinə. Yoxsa belə məsələni qoymaq olmaz. Bu qüvvət sahibidir, bu peyğəmbərdir. Biz gərək gedək özümüz. Ta öz adamların götürdük, yola düşə ora gedə. Bir yolla Həzrəti Süleymana çatdılar ki, bəli, bu xanım artıq gəlir bura, sənin xidmətivə gəlir. Həzrəti Süleyman burada öz adamlarına bir söz dedi. Söz dedi ki, qalə ya əyyuhəl mələv əyyukum yətini bi ərşiha. Həzrət Süleyman öz ətrafındakilərə dedi ki, indi bu şahdır, peyğəmbərdir. Dedi, kim eləyə bilər ki, o xanım hələ bura çatmamış, onun ərşini gətirsin, o taxtını bura gətirsin. Ta o gəlib görsün ki, onun taxtı ondan qabaq buradadır. Bunun da səbəb nə idi? Həzrət Süleyman istədi ki, əslində burada Həzrət Süleymanın burada məqsədi haradasa güc göstərmək deyildi. Həzrət Süleyman istəyirdi ki, bu yolla o xanımı islah eləsin. Onu İslama dəvət eləsin, dinə dəvət eləsin. Ta bu kəraməti, bu möcüzəni görsün. İndi burada Həzrəti Süleyman ki, deyir ki, kim eləyə bilər ki, onun o taxtı tacını gətirsin bura? Qəblə ən yətuni muslimin. Hələ o gəlib müsəlman olmamış, mənim yanıma gəlməmiş, kim eləyə bilər onu gətirsin? Qalə ifritun minəl cin. Ki, Həzrət Süleyman dediyim kimi quşlar, cinlər, hamısı bunun nəzarətində idi. Cinlərdən bir ifrit dedi ki, ənə ati ikə bihi qəblə ən təquma min məqamik. Dedi, ya Rəsulallah, mən gedib onun ərşini gətirərəm sənin yanına. Sən hələ yerindən durmamış. Yəni, bir insan oturub durmağı var, o durmamış, mən onu gətirib qoyaram bura. Bu belə dedi. Və inni aleyhi qaviyyun əmin. Bu belə deyəndən sonra Həzrəti Süleyman buyurdu, ondan sonra kim daha tez gətirə bilər bunu? Yəni bu adam dedi ki, bu ifrit, bu cin dedi ki, belə gətirərəm. Amma bundan da tez kim gətirə bilər? Ayədə buyurur, qaləl-ləzi indəhu ilmun minəl kitab. Ənə atikə bihi qəblə ən yərtəddə iləyki tərfuk. Bu dedi ki, ya Peyğəmbər, mən onu gətirərəm sənin yanına. Sən bir dənə gözün qapağını yuxarıdan kiprikini vurub qaldırırsan ha. Bəli, onu vurana qədər o sənin yanındadır. Amma bu şəxs adı yoxdur. Allah buyurur, qaləl-ləzi, o şəxs dedi. Hansı şəxs? İndəhu, o şəxsin yanında elmun minəl kitab. Səmavi kitabların, elmlərin bəzisi varadır. Burada məqsəd budur, ha. Burada bu ayələri oxuyuram, biləsiniz ki, məqsədim budur. Burada Allah nə ad tutur? O birincidə deyir ki, ifritun minəl cin, cindən bir ifrit dedi. Amma burada deyir, qaləl-ləzi indəhu elmun minəl kitab. Həzrəti Süleymanın yanında o şəxs bu sözü dedi ki, kitab, yəni səmavi kitabın, Allahın göndərdiyi kitabın, elminin bəzisi onun yanındadır. Burada qrammatika oxuyanlar var da, min kəlməsi burada mini bəziyyə deyirlər bizim dildə. Yəni, kitabın elmi hamısı yox, minəl kitab, yəni kitabdan bəzi elmi bilirdi. O şəxs dedi. İmam Sadiq əleyhissalam buyurur, Asaf ibn Bərxiya idi bu şəxsin adı və Həzrəti Süleymanın bir rivayətə görə bacısı oğlu idi, həm də vəziri idi.
Sadəcə elmi var idi. Səmavi kitabdan elmi var idi. Bu dedi ki, ya Rasulallah, göz qırpımında mən onu gətirirəm bura. Həzrət Süleyman buyurdu ki, bəli, sən bu işi gör. Elə ki, bu işi gör, fələmmə ra'ahu mustaqirrən indəhu. Həzrət Süleyman gördü, taxt, həmən o taxt bunun yanındadır. Bunun yanındadır, qalə haza min fəzli Rəbbi. Həzrət Süleyman burada bu sözü dedi. Dedi ki, bu belə bir elmin, belə bir işin bu Allah tərəfindən bir fəzilətdir bizə. Liyəbluvəni əşkuru əm əkfuru. Allah bizi imtihan eləyir ki, biz ona şükür eləyərik, yoxsa kafir olarıq. Və mən şəkərə, Həzrəti Süleyman, bu ayə hamı üçün daha umumidir. Həzrəti Süleyman buyurdu, hər kim Allahın neymətinin müqabilində şükür eləsə, فَاِنَّهَا يَشْكُرُ لِنَفْسِهِ. Bu öz xeyrinə eləyibdir. Hər kim Allahın neyməti əlinə çatdı, şükür elədi, bu özü üçündür. Yəni xeyir özünədir. وَمَنْ كَفَرَ فَاِنَّ رَبِّ غَنِيٌّ كَرِيمٌ. Hər kim kafir oldu, Allah heç bir zərəri yoxdur. Allah qənidir, Allah kərimdir, Allahın heç nəyə ehtiyacı yoxdur. Bu ayə ümumidir, bütün insanlar üçündür, fərqi yoxdur. Bu Peyğəmbərin dilindən. Həzrəti Süleyman bu surətdə gördü ki, taxt buradadır, gördü ki, bətər bir gözəl taxtdır, gözəl, bəzədilmiş, gözəl şəkildə misli görünməmiş bir taxtdır. Həzrəti Süleyman buyurdu ki, bu taxta biraz dəyişiklik eləyin. Onu o formada saxlamayın. Hələ o xanım yoldadır, hələ gəlib çatmayıbdır. Dedi, hələ biraz onda dəyişiklik eləyin və dəyişiklik eləyəndən sonra bu xanım gəlib öz taxtını görəndən sonra görə bunu tanıyar ya tanımaz. Bəli, ondan sonra bu xanım xəbər verdilər Həzrət Süleymana, bu xanım artıq gəlib. Həzrət Süleyman da bir dənə otağı çox gözəl şəkildə bəzəddi. İndi eləyirlər, ustalar deyirlər ki, üstə şüşə verirlər, artı sudur. Balıqlar üzür, elə bilirsən balıqlar üzür. İndi eləyirlər ustalar. Amma o zaman Həzrət Süleyman bullurdan belə bir otaq düzəltdi. Altı su, çay, üstüdəki bullur. Deyirlər, bu xanım gəldi, yetişdi. Bunu da niyə elədi? Yenə də Həzrət Süleymanın məqsədi burada istəyir bu xanımı hidayət eləyə. Ki, bu özü çox imkanlıdır. Gəldi, amma bu xanım belə bir şey görməmişdi. Bu xanım gəlib çıxanda, ayədə budur, və qeyləlləhu udxilis sərhə. Bir nəfər dedi. O nəfər kim idi? Həzrət Süleyman deyildi o. Kim idisə ona dedi ki, indi daxil ol. Fəlləmmə rəətuhu həsibtəhu lüccətən. Bu xanım elə istədi daxil olar, tez ayaqlarını başladı o şalvarının balağını belə də yuxarı verməyə, o paltarının balağını yuxarı verməyə. Elə hesabladı ki, bu sudur, bu dənizdir, bu çaydır. Mən girəcəm bu suya. Da deyirlər, daxil ol. Bu belə eləyəndən sonra da buna dedilər ki, yox. İnnehu sərhun mumarradun min qavarir. Yəni bu bullurdan hazırlanmış bir taxtdır, bir yerdir. Siz narahat olmayın, bu çay deyil. Bu xanım özü dəhşətə gəldi ki, bu nə olan bir şeydir bu formada. Və onda o xanım elə İslamı qəbul elədi. Bunları görəndən sonra qəbul elədi. Qalət Rəbbi inni zələmtu nəfsi və əsləmtu ma'as Süleyman lillahi Rabbil aləmin. Dedi ki, ilahi, mən bu neçə vaxtı özümə zülm eləmişəm. Bu elə mən İslamı qəbul elədim və artıq Həzrəti Süleymanla mən Allahı qəbul elədim və müsəlman oldum. Tabii ki, bu ayələrin zahiridir. Bu gəldi Həzrəti Süleymanın yanına. Həzrəti Süleyman dedi, bax hələ, görün bu taxt sənindir. Bu baxan kimi bildi. Bildi, nə inkar elədi, nə dedi ki, elə bil odur. Onun da mənası var. Elə bil, bu xanım da çox zirək bir xanımdır. Dedi, elə bil odur. Yəni, biraz dəyişiklik olmuşdu. İndi sözümün mənası nədir? Məsələ buradadır ki, burada bu taxtı gətirən Asəf ibn Bərxiya kitabdan, yəni səmavi kitabdan bir qədər elmi var idi da, biraz. Çünki minəl kitab, mini bəziyyə ona görə deyirlər, yəni bir qədərin bilirdi. Amma mən indi Rəd surəsindən bir ayə oxuyuram. Rəd surəsində belə bir Rəd surəsinin 43-cü ayəsi. Rəd surəsinin 43-cü ayəsi. Allah bu ayədə buyurur ki, Qul kəfə billahi şəhidən beyni və beynəkum və mən indəhu elmul kitab.
Bu ayə ha vaxt nazil oldu? Bəzi insanlar gəldilər peyğəmbərin peyğəmbərliyini inkar elədilər, nübüvvətini inkar elədilər. Dedilər sən yalan danışırsan, sən peyğəmbər deyilsən. Allah burada bu ayədə peyğəmbərə buyurur: "Qul kafa billahi şəhidən beyni və beynəkum və mən indahu elmul kitab." Dedi ya peyğəmbər darıxma. O səni inkar eləyənlərə bu sözü de. Deyinən ki, mənlə sizin aranızda mən düz danışıram, ya səhv danışıram, yalan danışıram. Allah şahid olsun. Allah şahid olsun. Bir də o şəxs şahid olsun ki, kitabın elmi hamısı ondadır. Da burada kitabın bəzi elmi yoxdur ha. Elmul kitab. Orada minəli kitabıdır. Burada elmul kitab. Yəni ki, səmavi kitabının elmi hamısı yanındadır. Dedi bu iki nəfər bəsdir. İndi Allah bildik. Allah şahiddir. Yox bu şəxs kimdir? Bu şəxs kimdir? Bu şəxsin haqqında rivayət Əbu Səid Xidri bu nəql eləyir. Hədis gedib çatır peyğəmbərə. Peyğəmbərdən soruşdular. Dedilər ya Rəsulallah, o Nəml surəsindəki bayaqki ayə oxudum. İndahu elmun minəl kitab. O şəxs kim idi? Peyğəmbər buyurdu ki, Zakə vəsiyə əxi Süleyman ibn Davud. O şəxs ki, Həzrəti Süleyman yanında o taxtı gətirən şəxs, o qardaşım Həzrəti Süleyman Davudun oğlunun, yəni Davudun oğlu Süleymanın vəsisi idi. Həmən Asəf ibn Bərxiya idi. Həm bacısı oğlu idi, həm də vəziri idi. Soruşdular ya Rəsulallah, bəs bu ayədə kimdir? Sənin nübüvvətini inkar eləyənlərə Allah buyurur, Allah və o şəxs ki, kitabın elmi onun yanındadır. O kimdir? Həzrət buyurdu, Zakə əxi Əli ibn Əbi Talib. O mənim Muhammed və Ali Muhammed. Həzrət buyurdu, qardaşım Əli ibn Əbi Talibdir. İndi müqayisəyə baxın. Bir nəfərdə kitabın, səmavi kitabın, əlbəttə Allahın göndərdiyi kitabın elminin bir hissəsi olduğu təqdirdə göz qırpımında bir ölkədən bir taxtı gətirib qoyursa, göz qırpımında bir nəfərdə kitabın elmi hamısı olsa, onda o şəxs nəyə qadirdir? O şəxs hansı elmə malikdir? Bundan sonra sən özün düşün, fikirləş. Bu da Əmirul Müminin Əli ibn Əbi Talibdir. Hədislərin birində gəlib ki, deyirlər bir gün Cəbrail əleyhissalam gəldi Peyğəmbərin yanına. Peyğəmbərin yanında əyləşmişdi, söhbət eləyirdi. Əmirul Müminin daxil oldu içəri. Daxil oldu içəri, Cəbrail həmən qalxdı ayağa. Qalxdı ayağa, Peyğəmbər buyurdu ki, ya Cəbrail, bu bir cavandır. Bu bir cavan adı, Əmirul Müminin cavan adı. Dedi, bu bir cavandır, içəri girdi, sən niyə ayaq üstə qalxdın? Dedi, ya Rəsulallah, bunun cavan olmağına baxma, bu mənə ustad olubdur. Bu mənim ustadımdır. Dedi, necə sənin ustadındır? Dedi, o zaman ki, Allah məni xəlq elədi, mənə belə bir söz dedi Allah, ki, sən kimsən və adın nədir? Mən kiməm və adım nədir? Mən qaldım təhəyyür, qaldım heyran, bilmədim nə deyim ona. Həmən bu cavan oğlan onda gəldi mənə dedi ki, sən deginən ki, sən cavabın belə ver. Deyinən mən Cəbrailəm, adım Cəbraildir və məxluqam. Sən isə Rəbbimsən, adında Cəlildir. Bəzi rivayətdə var, Cəmildir. Deyir, o mənə dedi, mən də elə cavab verdim Allaha. Bu mənə örgətdi, bu mənim müəllimim oldu, bu mənim ustadımdır. Ona görə ayaq üstə durdum. Deyirlər, Peyğəmbər təəccüb elədi, bu sözü dedi Cəbrailə. Kəm umrik ya Cəbrail, sənin neçə yaşın var? Sənin yaşın neçədir? Bu cavanı sən onda görmüsən. Cəbrail belə cavab verir Peyğəmbərə. Deyir, ya Rəsulallah, bir ulduz var, göydə bir ulduz var. O ulduz hər 30 min ildən bir, bir dəfə görünür. Göydə bir ulduz var. Təkrar eləyirəm, onun hesabını siz götürəsiniz. Bu ulduz hər 30 min ildən bir çıxır. Mən də o ulduzu 30 min dəfə görmüşəm.
İndi ömrü nə qədərdir? Öz qəlbimizdə hesablayasınız. Peyğəmbərə belə cavab verir ki, göydə bir ulduz var. O ulduz hər 30.000 ildən bir çıxır və mən də onu 30.000 dəfə görmüşəm. O ulduz, ömrüm o qədərdir. Bu sözləri dedi və Mövla Əmirul Möminin Əli ibn Əbi Talibin sözüdür ki, Həzrət buyurdu, səhv eləmirəmsə xanım Zəhraya deyir. Deyir, mən bütün peyğəmbərlərə gizli xidmət eləmişəm. Bütün peyğəmbərlərə. Yeganə peyğəmbər Xatəmül Ənbiyadır ki, axırıncı peyğəmbərdir ki, aşikar onun xidmətində olmuşam. Allahümmə salli ala Muhammed və ali Muhammed. Bir dənə də qissəni deyirəm, sözümü tamamlayıram, bayramdır da, qoy biraz yorulasınız. Bir günləri Əmirul Möminin Kufədə xilafət zamanı idi. Səhər sübh namazında getdi məscidə. Bir nəfər də sahabələrdən gəldi, hələ namaza qalmışdı, vaxt qalmışdı. Həzrət o sahabəyə dedi ki, sənə bir iş tapşırıram, get onu elə. Dedi, buyur ya Əmirul Möminin. Dedi, bu küçədən get, küçənin axırı başına, orada görəcəksən ki, bir evdə səsküh var. Qapını açarsan, girərsən içəri, görərsən bir qadındır, bir kişi. Onlar davadadılar, onları götür yanıma. Bu şəxs da getdi, gördü, bəli, küçənin o başında bir evdə səsküh var. Daxil oldu içəri, gördü bir cavan oğlandır və bir xanımdır. Onların davaları düşüb, dava gedir. Bu şəxs dedi ki, məni Əmirul Möminin göndərdi, ta siz yerə gələsiniz məscidə. Bunlar da Əmirul Mömininə ehtiramları vardı, iman bilirdilər və durub gəldilər. Əmirul Möminin buyurdu ki, sizin nə ixtilafınız var, niyə belə ixtilafdasınız? Bu xanım dedi ki, ya Əli, ya Əmirul Möminin, mən bundan evlənmişəm, bir neçə gündür mən bu oğlandan evlənmişəm və lakin biz ki izdivac eləmişik, evlənmişik, bizim aramızda xanım, bəy münasibəti yoxdur. Bu mənim haqqımı pozubdur. Biz mənlə evlənib və lakin mənə yaxın durmur, mənə məhəbbət eləmir. Mən də öz haqqımı tələb eləyirəm bundan. Və mənlə evlənmirsən, məni gətirmirsən bu evə, da niyə mənim haqqımı ödəmirsən? Əmirul Möminin oğlana dedi, bəs sən bundan evlənmirsən, niyə bu cür eləyirsən? Səbəb nədir? Dedi, ya Əmirul Möminin, düzdür bu xanımı gördüm, məhəbbət elədim, evləndim, ailə qurdum və lakin bu mənim evimə daxil olandan sonra məndə bir hiss yaranıb ki, mən əslən buna yaxın durmaq istəmirəm. Əslən buna mən yaxın dura bilmirəm və məndə qəlbimdə bir məhəbbət yoxdur. Amma bu da öz haqqını tələb eləyir. Biz ona görə, davamız neçə gündür buna görə gedir. Əmirul Möminin üzün tutdu o xanıma. Dedi, səni and verirəm Allaha. Mən sənə nə soruşuram, düzün cavab ver. Dedi, ya Əmirul Möminin, sən mənim ağamsan, imamımsan, rəhbərimsən. Hər nə olsa mən biləm, deyərəm. Əmirul Möminin buyurdu ki, sən bir zaman ki, subay qızıdın, ata evində idin, əmi oğluvu istəyirdin və o da səni istəyirdi. Əmin elçi gəldi atamın yanına. Atan ona yox dedi, səni ona vermədi. Düzdürmü? Dedi, düzdür ya Əmirul Möminin. Dedi, atan qəti şəkildə etiraz eləyəndən sonra əmin də getdi, oğlan da getdi. Sizin bu evliliyiniz də baş tutmadı. Düzdür, dedi, düzdür. Dedi, sonra sən əmi oğlunla gizlin görüşdün. Düzdür, dedi, düzdür. Dedi, üstündən bir müddət keçdi, hamiləlik baş verdi səndə. Düzdür, dedi, düzdür. Dedi, və lakin o hamiləliyi sən gizlətdin anunla. Heç atun da bilmədi, heç kim bilmədi. Düzdür, dedi, düzdür. Dedi, bir zaman gəldi, uşaq dünyaya gəldi. Ananla sən bu uşağı götürdünüz, apardınız filan yerdə. İndi bizdə deyirlər, o zibil yeşikləri deyirlər də biz. O zibillik bir yer var idi. Ora qoydunuz ki, kimsə götürsün, aparsın. Düzdür, dedi, düzdür ya Əmirul Möminin. Dedi, siz qaydanda sən ana olaraq uşağı ki ora qoydun,
Amma məhəbbət, uşağa məhəbbət olduğu üçün hey dala baxırdın, arxaya baxırdın, anan qolundan səni çəkirdi, tez buradan gedək biz. Düz, dedi, düz. Dedi və lakin sən ana olaraq məhəbbət imkan vermədi. Bir neçə metr aralanmışdınız, gördünüz bir dənə it gəldi, uşağın istədi parçalaya, sən tez yerdən daşı götürdün, atdın itə, it getdi, amma daş dəydi uşağın başına. Bu düzdür, dedi, düzdür ya Əmirül Möminin. Dedi, sonra sənin anan səni götürdü, apardı, aralandınız, getdiniz. Dedi, bəli, ya Əmirül Möminin, nə deyirsən, hamısı düzdür. Dedi və lakin sonra bir dəstə insan gəldi, oradan keçəndə o uşağı götürdülər. O uşağı götürdülər, apardılar, böyütdülər, gəldilər bir həddə çatdırdılar. O uşaq, o oğlan həmən bu oğlandır. Bu sənin oğlundur. Bu qadın təəccüb elədi, qaldı. Oxşar qadın da cavan qalıbmış. Təəccüb elədi, dedi, təəccüb eləmə. Sənin daşının izi hələ də başında qalıb. Həzrət buyurdu ki, gəl yaxın, onun tüklərini alayında, dedi, sənin o daşı ki, o itə atırdın, ha, dəydi uşağın başına, bu da onun izidir. Siz ana balasız, siz ər-arvad deyilsiz. Və lakin siz indi möminəsiz, bu oğlan mömindir və məni tanıyırsınız, etiqadınız var. Allah istəmədi ki, o iş sizin aranızda baş versin. Siz ana-bala olaraq iş baş versin. Ona görə bu oğlanda bu his yaranıbdır. Bu sənin yoldaşın, ərin yox, bu bəlkə sənin oğlundur. Siz ana-balasız, ixtilaf eləməyin, gedin bir yerdə yaşayın. Budur bizim ağa, Mövla Əmirül Möminin, Əli ibn Əbi Talibin. Hər kim Əli ibn Əbi Talibin məhəbbətində ola, o ağanı qəbul eləyə. Bu hələ dünyada bizə bəzi kitablarda yazılan deyilənlərdir. Biz bu, belə deyək, qasir dilimizlə bunları deyirik. Əli ibn Əbi Talibin fəzilətini demək, onu vəsf eləmək, o bizim işimiz deyil, bizim bacarığımız deyil. Bu dünyada əgər nicat verirdisə bu formada, ahirətdə də hər kim Əmirül Mömininin məhəbbəti ilə yaşasa, hələ dünyadan gedməmiş ki, Həmədandan bir nəfər Haris adında bir şəxs gəldi Əmirül Möminin yanına, dedi, ağa, o can verir, adam can verir, o çətin halda, mənə bir moizə elə. Dedi, ya Hari Həmdani mən yəmut yərəni, müminun av münafiqun qubula. Dedi, ey Həmədanlı Haris, hər kim can verəndə məni görər, mömində olsa məni görər, münafiqdə olsa məni görər. Amma möminlər adətən məni görəndə çox sevinərlər, xoşhal olacaqlar. Sevinərlər ki, artıq mən onların yanındayam. Bu bizim dünyamız, ahirətdə də təbii ki, Mövla Əmirül Möminin Əli ibn Əbi Talib əleyhissalam, İmam Baqir əleyhissalamdan da rivayət buyurur, toyuq buğda dənələrini palçıqdan, daşlardan seçdiyi kimi onlar gələrlər, öz şiyələrini seçəcəklər. Xoş o şəxslərin halına ki, onlar Əmirül Möminin Əli ibn Əbi Talibin davamçılarıdırlar, şiyələridirlər. Allahı and veririk əzəmətinə. Allah bu bayramı hamımıza mübarək eləsin. Ağa İmam Zamanın mübarək nəzərini bu məclisdən kənar eləməsin. Hər kimin çətinliyi varsa, bu məclisdəcə Ağa Əmirül Möminin Əli ilə müşkülləri həll eləsin.